başla günü oyada. Gel bakışınla bahar qaytar, kuşlar qayıtsın, qoy qatar qatar. Qulaq as sözümə, sir açım mən sənə. Baxdın sən üzümə, ad qoydun gözümə, qaynayıb daşmadım mən. Baxdın sən üzümə, mat qaldım özümə, nə üçün çaşmadım. Sen beni asla bilmezsen. Hamı vurulub gözəlliyinə, əsrin olub kim baxsa sənə. Sən baxmasaydın əvvəlcə mənə, mən dönəcəkdim sənin kölgənə. Qulaq as sözümə, sir açım mən sənə. Baxdın sən üzümə, od qoydun gözümə, qaynayıb daşmadım mən. Baxdın sən üzümə, mat qaldım özümə, nə üçün çaşmadım mən. Nə üçün çaşmadım mən. Bravo. Murat, çok tanış ses diye. Həddindən artıq. Çok tanış ses diye bu. Bəli. Bəli. Profesör ne olur sen bizi çıkart da. Danış. Sen benim canımda özü Xəyyammandan da demek ciddi bir versiyadır. Aha, artıq müzakirə başlayıb. Artıq müzakirə gedir. Kamilə xanım, nələrdən danışırlar? Biz sözü veririk professora. Hoppa, Profesör Coşqun Rəhimov. Bütün ümidimiz sensen. Bütün yükü yıxdılar mənim üstümə. Mən yenə öz variantıma qayıdıram. Bu Samir Piriyevdir. Samir Piriyev. Murad, siz də belə düşünürsünüz. Maraqlıdır sizin fikriniz. Murad, bayaqdan baxırsınız, düşünürsünüz, yazırsınız, pozursunuz. İpuculara getdiniz, ötən... O Eliş Roşk verilişlərə eləyirlər getdiniz. belə. Uyda. Bütün okulatkamı pozdum. Mən bir şeyi də bəyan etmək istəyirəm. Maska layihəsinin ikinci mövsümündə şəxsən mənə ən maraqlı maska pələngdir. Mənim qəlbimi fəth etmiş tək maska. Niyə? Soruş niyə? Niyə? Maraqlıdır, niyə? Qardaş, ona Səbəb. görə ki, çox şaxəlidir. Dostlar, ağlımızda tutduğumuz adlara doğru gedirik, birdən bizə muğam verir. Bəli. Düşünürük, aktyorda diapazon göstərir. Səsinin şirinliyi, dadı, duzu, ləzzəti çox yaxşıdır da bu maskada. Yəni, hər tərəfli şəkildə bizi oyuna salır. Mən, yadınızdadırsa, saç ağartdım bu yollarda. Bəli, O bəli. nömrədə Abbas Əhməd demişdim və dedim ki, məncə 80'lərin və 90'ların birinci yarısının ulduzlarına doğru gedək. Eyni zamanda şən və hazır cavablarından Emil, Azər bəyin adlarını xatırladım və bu hisslər məni tərk etmir. Amma yeni ad demək lazımdırsa, özəlliklə xarici ölkədə təhsil aldığına vurğuluyursa, mən istərdim ki, dünya ulduzu Joe Stone'la bir yerdə səhnə bölüşmüş bizim çox istedadlı vokalçımız İlham Nəzərovu xatırlayaq. İlham Nəzərov dünyanın hər musiqisini oxuyar və bir vokal müəllimi kimi xariqələr yarada bilər ki, pələng xariqələri yaradır. Faiq bəyin Muradın çıxışından sonra bir təəccüb hissi və yaxud əlavələri var deyəsən. Yo, sən o
yuxuda yatırsan, belə bir-bir qapılar açılır. Rusca ona amfilada deyilir. Bax, bir-bir qapılar açılır, heç kim yox. Qapılar açılır, heç kim yox. Murad danışanda dedim ki, qapı açıldı və gördüm, sonra yox. İlk notundan bizə Sərxan səsinin, tembrinin o havasını bəxş etdi. Elə bil bizim Pələng. Mahnıdan danışmaq istəyirəm. Polad Bülbüloğlu'ya gürültülü alqışlar. Nə qədər gözəl mahnılar bəxş edib bizim musiqi xəzinəmizə Polad Bülbüloğlu və bu Polad Bülbüloğlu mahnısının yeni bir versiyası idi. Bizim musiqiçilərin gözü ilə gördük bu versiyanı və mən Pələng oxuyanda dedim kimdirsə yaxşı vokalçıdır, gözəl vokalçıdır və bizim maskalarımız sona yaxın elə bir səslərə açılır. Bilmirəm valla. O qədər çaşqın qalmışam ki, bir məqam var idi, hətta fikirləşdim ki, bəlkə Niyam Səlamidir bu. Çünki hərəkətləri ilə əgər mən səsi eşitməsəydim, bədən hərəkətlərinə görə Niyam Səlami idi misal üçün. İndi gəl sən Niyam Səlami ilə bədən hərəkətləri, deyək ki, Sərxanı və ya Samir Piriyevi birləşdir və fikirləş ki, baba, ortaq cəhətlərdə uyğun kim var? Heç kim. Heç kim. Mənim hələlik versiyam yoxdur. Mənim bir dənə versiyam var, kömək üçün deyim. Arxaya salto vura bilmək məsələsini biz 100% bilərdik. Kimsə tamaşasında, teatrında, kinosunda, klipində bunu göstərərdi. Çünki bunu heç kim etmir bizdə. Bir dənə mənəm, o da ki, mən təvazökarlıqdan göstərmirəm. Başqa bir şey var. Burada 45 hektarlıq üzüm bağında çalışmışam nə deməkdir? Biz müasir dövrdə heç bir sənətçinin şəxsi 45 hektarlıq plantasiyası yoxdur. Deməli, bu Sovet dövrünün gənclərindən, yeniyetmələrindəndir ki, o vaxt müəyyən mövsümlərdə aparırlar pambıq tarlalarına, üzüm bağlarına. Ona görə də biz 80'ləri gözü ilə, həyatı ilə, yaşantısıyla bilən insanı axtarmalıyıq maskanın arxasında. Və bir sualım var sizə, əziz hörmətli dedektivlər. Fuad bəyin, Fuad Osmanovun səsi var yoxsa yox? Aktyor Fuad Osmanovun belə səsi yoxdur. Gözəl aktyor səsi var, gözəl oxuyar da, tamaşalarda məncə hətta Bu qədər dəyişməz oxuyur. səsini. Əlbəttə Amma oxuyur. Bu qədər belə yox, dəyişməz. belə yox, yox. O zaman bu aktordursa yalnız və yalnız Əkbər Əlizadə belə oxuya bilər. Başqa heç kim. Aktyorlardan. Əgər zaman maşınına minmiş isə və yola düşmüş isə, bəlkə elə bu 90'ların belə də, yəni bütün konsertlərinə hamımız gedirdik. Hə, gəl, mən sənə kömək eləyəcəm indi, bir şey deyəcəm sənə. Bundan əvvəl dedik oğludur. Aha. İndi bəlkə elə atasıdır səhnədə. İlqar Xəyal. İlqar Xəyal. Atasıdır, niyə? Çünki Aha. bizə axı bugün dedi ki, mizrab tutmaqdan yorulmuşam. Axı İlqar Xəyal tarifatçısıdır. Amma mizrabdırsa, eyni zamanda gitara da ola bilər. Yox, amma İlqar Xəyal gitar ifaçısı deyil. Yox, amma gitara ifaçısı olan bizdə kim var? Samir'in elə Sərxan, məharəti Abbas yox. Əhməd. Aha. Və Samir Piriyev. Yox. O da Gitara ifası. yəni o pianinoda. Yox, mizrabı Bəlkə da. mizrab. Mizrabı da. Söz Nigar Camalındır. Nigar. Əgər biz 80-ci illərdən ya 90-cı illərdən danışırıqsa, gəlin düşünək, bəlkə Bakı Oğlanlar komandasından biri ola bilər. Elçin. Elçin oxuya bilər. Yox. Elçin, bilmirəm, düşünmürəm ki, Elçin ola bilər. Amma mən Müşfiq bilən... Abbasov. Ola bilər. Bizim senarist, Bəli, prodüser, ola bilər, ola amma mən bilən xaricdə təhsil almışam, burada yazılıb. Xaricdə təhsil alan Azər Məmmədzadə, deyəsən İngiltərədə, London şəhərində təhsil almışdı. Və özü 70-ci ya 72-ci ildən təvəllüddür və mən düşünürəm o da ola bilər. Çünki onun da belə gözəl Əziz səsi var. həmkarlarım, mən Bəlli ki də o. təklif edirəm ki, 90'larda artıq ulduz olmuş yox, elə 80'lərdə, 90'larda anadan olmuş insanlardan fikirləşək. Maksimum bizim mənə elə gəlir ki, personajın özünün bir 35-40, 41-42 yaş ola bilər. Bağırovdur. Mənə elə gəlir. Çox Abbas Bağırovdur. çevikdir, çox müasirdir. Detektivlər, gəlin iki məlumata gedək. Baxaq görək Pələng gözü haqqında hansı məlumatları verəcək. Doğru və yanlış məlumatlardan söhbət gedir. Auditoriyamız hazırlıqmı? Oo, səsiniz də gür gəlir. Pələng, buyur, birinci məlumat. Grubum var. Qrupum var dedi. And Brothers.
İkinci məlumat. Siyasi partiyanın üzvüyəm. Siyasi partiyanın üzvüyəm. Dedi ki, qrupum var. Sonra dedi ki, siyasi partiyanın üzvüyəm. Birincini daha çox doğruladı tamaşaçılarımız, zalda əyləşən tamaşaçılarımız. Hə, bu nədənsə danışırmı, hansısa bir izahı varmı Murad? Yox, heç bir izahı yoxdur. Azərbaycanda əgər müğənnidirsə, bütün müğənnilərin demək olar ki, öz ansamblları var və qrup ona göndərmə ola bilər. Siyasi partiyanın üzvü olmaq da o qədər geniş yayılmış haldır ki, bugünkü ipuçları heç. Yaxşı, sən siyasi partiyanın üzvüsən. Partiya üzvü olaraq nə eləmirsən ki, biz bilək ki, bu partiyanın üzvüdür həm də. Yəni partiyanın üzvüdür, o üzvlük kitabçasını cibində daşıyırsa, o partiya üzvlüyü sayılmır. Ona görə daha çox qrupun var eyhamına. Ansambl ola bilər. Abbas Bağırovda Atrio qrupu İndi var də idi. Qaytağı da oxuyur da, yəni Qaytağı ansamblı, onun komandası sayılır. Pələng qadın ola bilər. Yox. Yox. Dəqiq. Bilmirəm. Bəlkə qəribə bir qadındır, amma qadındır. Ola Get bilər. yaxından bax, məncə deyil. Yox, mən yaxına baxıram, amma onu bəlli etmək mümkün deyil. Hörmətli Coşqun bəy, son təxmininiz. Samir Piriyev. Cəmilə Babayeva, Fərid Əskərov. Faiq Ağayev. Fərid Əskərov? Hə. Hansı? Moskva? Hə. Oydu, bəs niyə demirdin deyə Dedim, Yaxşı neydi gəldi? versiyadır. Kosmos indi mənə xəbər çatdırdı. Yaxşı. Mən də elə o dəqiqə dedim. Doğrudan yaxşı. Nə? Çox yaxşı versiyadır Kamilə. Amma Çox yaxşı amma Fərid versiyadır. çox bəm ifaçısıdır ya. Amma Fərid Xışıltılı bəm eynisini ifadəsi. eləyərdi. Yox, Fərid bir də görsən ki, ağzın bir tərəfini yumur, o bir tərəfini açır. Elə zil not götürür ki, yo. Faiq bəy, son təxmininiz. Mənə qayıb yazında bu günləri. Faiq bəy, əvvəldə yazmışıq. Hə, onda keçsin. Bilmim, yoxdur versiyam. Nigar Camal, Azər Məmmədzadə. Murad Arif, Cəsur, Yuxu qrupunun solisti Cəsur Neymətov. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pələng maskası arxasında kimdir? birinci qarşıdurmanın səs verməsi olacaq. Səs verməyə başlamaq üçün birinci qarşıdurmanın birinci maskasını Qıratı dəvət edirik. Yarım final və finala gedən yoldayıq əziz tamaşaçılarımız. Biz istəyərdik ki, birinci bizim detektivlərimiz məsləhət bilsinlər. Hörmətli, dəyərli Coşqun bəy. Mən elə əvvəldən demişəm ki, mənim favoritim pələngdir, pələng. Yəni, Qıratın Pələng finala maskasının geçsin. açılmasını istəyirsiniz. Bəli. Kamilə Babayeva. Nəsə hiss eləyirəm ki, bizim o qıratımız qaralanmış kimidir. Niyə hələ heç kim deməyib? Elə heç kim eşitmir. Yəni, Mənə Coşqun kosmos bəy deyir deyir, mənə. yəni. Coşqun deyir. Mənə kosmos deyir. Hiss eləyirəm. Hiss eləyirəm. Gəliblər də yəni. Hə, mane Əlbəttə. olma. Qoy hisslərimi Madam izhar ki, etsin. hisslərim mənə belə bir xəbər göndərir. Aha. Pələngi sevirəm, pişik kimilər üçün ürəyim gedir. Bu faktı özüm də şir bürcüyəm. Amma bu məqamda baxıram Qırata, fikirləşirəm ki, Qırat hələ maskasını açmasın. Yəni, pələngin maskasının açılmasını istəyir Kamilə Babayeva. Murad. Mən bir vacib məqamı demək istəyirəm və istərdim ki, bu sizin üçün ipucu olsun, hörmətli auditoriyamız, sevimli insanlar. Buyurun. Qırat personajı ətrafında yalnız doğru 3-4 nəfər adamın adı çəkilir. Pələng bu layihənin o maskasıdır ki, 33 nəfər adamın adı çəkir. Məcbur edir.
aktyorlardan axtarırıq, xanəndələrdən axtarırıq, caz ifaçılarından axtarırıq, pop ifaçılarından axtarırıq. Və bu, onun bu layihədə zəhmətinin göstəricisidir. Gəlin Pələngin zəhmətini dəyərləndirək. Aydındır. Seçim mərhələsinə... Qıratın maskasını açılmasını Seçim istəyərdiniz. mərhələsinə, bəli, Aydındır. Qıratı göndərək. Təşəkkürlər. Amma bu Nigar- son deyil də, sonda saxlaya Təbii, bilərik. təbii, Qıratı. hələ var. İndi Son Pələngi səsvermə qoruyaq, var. xahiş edirəm. Təşəkkürlər. Nigar Camal. Əslində ikisini də mən finalda görmək istəyərdim. Çünki ikisi də çox güclü bir maskadılar. Kaşki. Və kəşki, görərik də, baxarıq. Bəlkə də oradan da ikisi də finalda qalacaq. Və indi mən nədənsə əminəm, düşünürəm ki, bizim zalımız, iştirakçılarımız Qıratı seçəcək. Buyurun. Amma mən Pələngi seçirəm. Bəli. Pələngi seçirəm. Pələng maskası açılsın. Qıratın maskasının açılmasını istəyir Nigar Camal və Faiq Ağayev. Mən istəyirəm ki, əgər siz indi seçim eləyəcəksinizsə, elə eləyin ki, Qırat qalsın və finala, üçlüyə çatsın. Bizim milli obrazımız orada olsun. Yad planetlidir, pişikdir, pələngdir. Hamısı olmazın istedadlıdır. Amma Meydan Azərbaycan bir dənə Qıratdır. Onu qoruyaq. Amma Faiq bəy də düz deyir. İndi az səs toplayan maska dərhal finala gedəcək. Odur ki, səs verməyə başlayırıq. Əziz tamaşaçılarımız, hazırlıqmı səs verməyə? Əlasız. Əgər siz Qıratın maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz Pələngin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Bəli, doğrudur. Əslində bu səs vermə çox önəmlidir. Çünki bilirik ki, az səs toplayan maska dərhal finala gedəcək. Və finalda biz o maskanı görəcəyik. Çox səs toplayan maska isə gözləmə otağına gedəcək və final səs verməsini gözləyəcək. Stop! Və maraqlıdır. Növbəti sonuncu mərhələ, yəni finala kim gedəcək? Qırat, Qırat. Qırat! Qırat! Pələng! Növbəti mərhələyə gedir. Finala gedir. Finala gedir. Qırat! Qırat! Siz finala gedirsiniz. Pələng, siz isə maskanı çıxarmağa namizədsiniz. Buyurun!